Burada bir tıbbılı motorumuz var. Karşıda çok güzel bir mənzərə var. Nakladkadır deyəsən, nakladka sürtür. Göygölə gəlmişəm ama burada gənclər və qarşınızda Göygöl. Buna sakitliyin səsi deyirlər. Dünya çox gözəldir. Çox möhtəşəm görsənir uşaqlar. Yağarca, qurban olma Allaha, yer olun, yurd olun. Havaya baxın bir. Səfər görsənir, miyədirsən, siyədiyə. Alman mühəndislər tərəfindən bura qurulubdur. Elə bil Avropanın hər hansı bir kəndindəsən, qəsəbəsindəsən. Mən ölgəşməmişəm, Azərbaycanın digər bölgələrində belə bir binalar görürüm. 1854-cü ildə tikilibdir. Görürsünüz, boşluq, görürsünüz. Video paylaşsın. Bəli, bura yeraltı şəhərdir. Buz kimidir içəri. Soyuqdur, il boyu eyni qalır, 16 dərəcə. Qışda da, yayda da dəyişmir. Burada bir tıbbılı motorumuz var. Gördüyünüz kimi bu motorla Azərbaycan turuna çıxmışam. Astaraya getmişəm. Şəkiyə, Zaqatalaya, Qaxa getmişəm. O bölgələri gəzmişəm. Instagramdan izləyə bilərsiniz. Ora üçün yüklənmişdim. Qısa videolar idi, amma maraqlı videolardı. 2-3 dəqiqəlik videolardı. İndi hara gedirsən Pələng desəniz, indi təbii ki də gedirəm Göygölə. Göygöldən keçmişəm, gəzə bilməmişdim. Bilirsiniz ki, Göygölü almanlar qurubdur. Elə deyirlər. 1800-cü illərə qədər gedir, dayanır Göygölün təməli. Amma ondan sonra şəhərin quraşdırılmasında almanların böyük rolu olur. Yola çıxacağıq. Aşağı yolla gedirəm, Gəncə yoluyla. Gedib inşallah çatarıq sağ-sağlam. Qardaşınız orada uzun sözün. Qısası sizlərə hər şey göstərər. Amma əlavə olaraq da onu deyim ki, saat biraz gecdir. Saata baxıb neçədir? Saat 1-dir. 1-dir. Saat neçəyə çataram oraya? Yəqin ki 4-ə 5-ə çataram. Sonrasında da yavaş-yavaş çəkilişimizi eləyərik. Yolda bir türk qardaşına rastlaşdım. Tırcıdır, burada kahvaltı hazırlayıb, yəni səhər yeməyi. Mənə də dəvət elədi. Dedim, abi niyə də yox. Burada tırların mətbəxləri olur. Belə göstər. Abi salam. Belə bir mətbəxləri olur. Onlar hər şey burada hazırlayırlar. Çayların, yeməklərin bişirirlər. Yeməkləri yeyirlər, sonra yola davam edirlər. Abi adın nədir? İsmin Hacı. nədir? Hacı. Hacı abi burada bizə kahvaltı hazırlayır. Azerbaycanlı olduğum belli oluyor. Hardan gəlib hara getsən abi? Ben İstanbul'dan geldim. Hı. Bakü. Şimdi de memlekete Konya'ya gidiyorum. Konya'ya gidiyorsun. Allah razı olsun Hacı abi. Ben öyle düşünüyorum. Hə, xoş söhbət yaxşıdır. He, yani gidersin bir adama 1 trilyon verirsin. Adamın evine gidersin, kuru bir çay verir, surat şöyle olur. Güzel bir yemek yapar, surat şöyle olur. Ya dersin ki. Daha da duzu yoxdur. He, ama garibanın evine git. Sana kuru bir çay versin. Yanına ne diyorsunuz şeker. onu? Ha, bir şeker vermese dahi güler yüzü sana her şeyi anlatır. Dadlı olar, leziz olar. Ne diyorsun şekere? Şəkər. Sen nereye gidiyorsun? Göygölə. Göygöle. Sen yukarıdan çıkacaksın işte Kazak tarafı. Gürcistan'dan gideceksin değil mi abi? Balakenden mi Gürcistan? Kazak'tan mı? Kazak'tan çıkacağım. Şeyden Kırmızı Köprü'den. Yevlaxa çatıram yavaş-yavaş. Amma apornudur, nədir? Bu qaralıbdır və çox istidir. Nakladkadır deyəsən, nakladka sürtür. Nakladka niyə sürtsün onu da bilmirəm. Böyük ehtimal toz qalıb arasında, nəsə qalıb. Çünki qabaq apornu ilə arxa apornunun arasında istilik fərqi çoxdur. Gedib moykada onun arasına su tutmalı. Gəlmişəm Yevlax dairəsinə. Burada dedilər ki, təkərə napor vurmaq lazımdır. Təkərə dediyim nakladkanın arasına. Bunu naporlayacağım. Bir dəqiqə görək, bir dəqiqə. Qara bulutlar arxamda qaldı. Gördüm qabaq aydınlıqdır Gəncə tərəfdə, yəni sürməyə başladım. Yoxsa bir yerə saxlayıb dayanacaq idim, bir yerdə gözləyəcəkdim. Gül kimi motor idi, tərtəmiz idi, bu da son halı. Bu kirlənəndə elə bilirəm, üstüm kirlənir, paltarım kirlənir. Göygölə yəqin ki getməyəcəm, Gəncəyə də gedə bilərəm. Gəncədə bir gün qalıb, səfərsi gün Göygölə gedə bilərəm. İkisindən biri, ya Göygölə keçəcəm, ya Gəncədə qalacam. Hamısı da elimizdir, obamızdır. Fərqi yoxdur. Göygöl, Gəncə. Gözə baxın görün. Apornudur, qızmayıb. Belə də.
Bizi belə bil biraz. Yudum, rəngi açıldı. Şey, apornu deyirlər, napornu deyirlər. Arka ama. İndi də arka. İndi də arka. Yolda dayanmışam. Burada canlı yayın açmışam. Gördüyünüz kimi. Qarşıda çox gözəl bir mənzərə var. Arka bulutlu. O birisi tərəfdə göy qurşağıdır. Bilmirəm nə dərəcəsində kameraya görsənir ya yox. Amma qarşıki dağlar. Salam aleykum. Qarşı dağlar özüdür. Düşdüm ıslandı biraz. Düşdüm ıslandı biraz olsun. Çantam da düşdü. Bir dəqiqə. Orada bax. Elə. Gedirik Gəncəyə. Xurma alma. Gəldik, çatdıq Gəncəyə. Gəncə qapıları gördüyünüz kimi. Gedəcəm bir otel tapacam. Göygölə getməyəcəm bugün. Bilmirəm heç hava sabah nətər olacaq. Sabahınız xeyir. Gəncədəyəm. Dünənləri hava pis idi, yağışlı idi. Girdim hava durumuna baxdım. Gördüm ki, bütün gün üçün yağışlayır. Yəni bütün həftə üçün yağışlayır. Deməli, hava durumu budur. 20:32-də mən ekran şəkili götürmüşəm. Görürsünüzmü? Yağışdı 80%, 85%, 65%, 60% yağacaq. Yəni hava bağlanacaq, amma qurban olma Allaha, yer onun, yurd onun. Havaya baxın bir dənə. Günlük günəşlikdir. Deyə bilmədim. Şəhərin mərkəzində də bir otel tutmuşdum. Bu günləri son günümdür artıq. Daha doğrusu çıxacam birazdan. Otelin adı Old City Gəncədir. Şirin bir oteldir, sərgəli bir oteldir. Belə bir otağı var. Buradan gələndə isə belə bir bağçası var. Təmir işləri də gedir. Tam olaraq şəhərin mərkəzində. İndi nə edəcəm? Toparlanacam. Gedişatı sizə göstərəcəm. Təbii ki də hara gedəcəm? Göygölə. Səhər yeməyində nə var? Səhər yeməyinin bitməsinə də 10 dəqiqə kimi bir şey qalıb, 14 dəqiqə. Dünən qar boran göstərirdi uşaqlar. Hava yaxşıdır. Zor, heç kim yox. Bir tək özümüz varıq. Sərgəli bir səhər yeməyi tabağım var. Burada bir meyvə suyum var. Burada da çayım var. Səhər yeməyi ilə bitirdi ki, mən gəldim. Motoru da gətirdim, elə saxladım otelin həyətində. Biraz sepi boş alıbdı. Bir də dünənə görə kirlənibdi. Dünən yağışlıydı. Çadırım buradadır. Hələ qismət olmayıb çadırı açmaq. Amma sep biraz görəsiz boşdur. Biraz yox, çox boşdur. Burada sep problemi olur. Motorda sep yağlama problemi olur. Bunlara diqqət eləməlisən. Yəni min sür söhbəti deyil. Nə bilim benzinin, nə bilim nəyində bir şey olur. Açırsan, gözlə bir dəqiqə. Bir dəqiqə. Hə. Budur. Bunu arada açmaq lazımdır bunu. Buradan benzinin o atıqları süzülür. Su varsa su süzülür. Çünki istidə soyuqda saxlayanda içəridə nəsə buxarlaşma baş verir, bir şey olur. Uzun sözün qısası qarışıq mövzulardır. Yəni otursuz get, qanın deyil. Gətirmişəm sepi sıxdırmağa, qardaş sıxacaq. Sepimiz boşdur. Qabaq nakladkamız yenə qızdırır. Bu hissədə yəni. Bu yenə qızdırır. Nətər olayaq? Heç bir bilgim yoxdur. Gəncəllər demiş. Gəncədən çıxdım, gedirəm Göygölə. Göygölü görməsəm olmazdı. Gölün özünə gedirəm, rayonun özünə hələ ki yox. Belə bir pereval deyim. Perevallarla çıxıram. Burada məşhur Hacıkənd yazısı var. Demək olar ki, bura gələn hər kəs burada şəkil çəkdiribdir. Moto çıxır, pis deyil, yaxşıdır. Ustaya da baxdırdım hər tərəfinə. Çünki başqa rayonları keçəcəm buradan. Narahatçılığım yoxdur. Uzun sözün qısası, üzü düz, yuxarı qədər çıxacam. Göygöl mənzərəsi ilə sizi qarşı-qarşıya buraxacam. Ondan sonra rayonun mərkəzinə düşəcəm. Normalda hava yağışlı göstərirdi, amma yağış yoxdur, gün var. Buna sakitliyin səsi deyirlər. Çox gözəl, hə? Dünya çox gözəldir. Quşların səsinə baxın. İnanılmazdır, ümid edirəm bu səs gəlir sizə. Çıxıram, çox şey görürəm. Hər zaman səyahətlərdə çox şey görürəm, amma sizə əks etdirə bilmirəm, göstərə bilmirəm. Kəşki yanımda olasınız, kəşki sizləri gəzdirə biləm, amma əlimdən bunlar gəlir və belə göstərirəm sizə. Belə.
Çox inanılmaz, çox gözəl. Buranın qəşəng parkovkası var, motoru saxladım orada. Girişdə 4 manat verdim. Ehtimal bir çoxunuz gəlmisiniz. Gəlməyənlər üçün də bilgi təzəliyim. 4 manatdır. Bəlkə əvvəl 2 manat olub, 3 manat olub. İndi 4 manatdır. Parkovka pulu falan hamısı daxil. Kiməsə pul vermişsiniz. Belə kaskı qoydum oraya, əlcəkləri ora qoydum, çantanı götürdüm hər ehtimala qarşı. Və qarşınızda Göygöl. Çox möhtəşəm görsənir uşaqlar. Çox qəşəng deyilmi? Vay vay vay. Çox gözəldir. Çox. Bir də çox gözəldir dedim mən də. Hər kəsə eyni hissi verir də bura. Suyun duruluğunu görürsüz. Ona görə çimməyin deyirlər də. Çimsə indi ağlayırdıq burada. Suyu belə girib qatmışdıq bir-birinə. Vay vay vay. Nə gözəl. Hardasa 4 il əvvəl gəlmişdim də bura. 4 il olubdur. Maral gölə də çıxmışdım. Amma indi deyirlər Maral göl bağlıdır. Maral gölə getmək olmur. Ona görə də baş verək. Bir də Maral gölün o piləkəni var ha qardaş. Adamı öldürür. Hündürdə yerləşir Göygöldən. Kəpəz görsənir də oradan. Kəpəz görsənir də. Dəçiyə bax bir də. Kəpəz görsənir. Miyə deyirsən? Siyə deyir. Qəşəng. Çox gözəl. Çox qəşəng. Suyun duruluğu var ha, möhtəşəmdir. Amma ora zibil atıblar. Baxın, orada zibil var, burada zibil var. Nə olacaq? Bir dənə də zəlzələ olar, Allah uzaq eləsin. Bir dənə də göl olar. Elə baxırıq da söhbətə. Adın nədir? Rami? Rami sağ olsun. Bizə bir çay gətirəcək. Abi yorulmayasan. Havan da olsun. Çox sağ ol bura. Çox sağ ol. Var ol, minnətdaram. Allah razı olsun. Çox sağ ol bura. Burada başqa nəsə var? Ancaq çay sudur yoxsa? Çay demirəpələr deyirəm, belə şokolad. Hə, ay sağ ol. Bildim. Çox sağ ol bura. Çox sağ ol. Belə oturmuşuq. Bura çox tez saatda bəlkə gələsən ya da çox gec saatda da bağlanırmı, bağlanmırmı bilmirəm. Gələsən mi, oturasan da sakitcə. İzləyəsən. Baxasan. Bir dənə çay vurduq, içdik. Qəşəng dincəldik. Bir video montajladım, editlədim, paylaşdım. Ayaqüstü Instagramda. İndi də Göygöllə vedalaşıram. Bir də nə vaxt gələrəm bilmirəm. İnşallah gələrik, yolumuz düşər. Bir balaca yolu çətindir, amma motor əl verir. Motor ilə gələ bildim. Motor sürməyin problemi odur ki, altınızda bir motor işləyir. Və motordan düşəndən sonra titrəyərək qalırsan. Hələ də titrəyirsən yəni. Titrəmə bir saat yarım gedir. Gəlmişəm Göygölün mərkəzinə. Şəhərin mərkəzinə, rayonun mərkəzinə. Qabağımda belə bir mənzərə var. Çox qəşəng görsənir. Bu arada Nağıl bağına gəlmişəm. Bura ev otellərdir və yuxarıda qəşəngdir bir restoranı var. Bu formada evlər var. Adı Nağıl bağıdır. Yanında petrol yerdə var. Göygölə gedəndə solda qalır, düşəndə sağda qalır. Bu qismdə qalır. Gəlib burada istəsəz qalarsınız. Mənim üçün okeydir, yəni mən qaldım. Göygölə gəlmişəm, Göygölün mərkəzindəyəm, rayon mərkəzində. Amma burada gənclər biraz icazə vermirlər çəkiliş evi. Abunə olmağı unutmayın. Salam. Göygölün mərkəzi küçələrinin birindəyəm. Burada çox gözəl bir ev var. Alman evidir, amma polyak əsilli-imiş. Orada bir məlumat lövhəsi var, onu oxudum. Küçələr əsasən çox maraqlıdır uşaqlar. Elə bil Avropanın hər hansı bir kəndindəsən, qəsəbəsindəsən. Görürsüz nə qəşəngdir, nə gözəldir. Kilsənin yanında çəkiliş eləyəcəm, uşaqlar icazə vermədi. Onlara da maraqlı gəlir də, belə motorlu biri gəlib. Bəzisi tanıyır, bəzisi tanımır. Uşaq olmaq maraqlıdır. Hər şey maraqlıdır. Uzun sözün qısası. Bu evlərin içinə girəndə, məsələn, bir ev qardaşın imiş, o birisi ev digər qardaşın imiş. Belə-belə içəridə 3-4 dənə ev var yəni. Yerli sakinlər mənə elə başa saldı. Genel olaraq buranı almanlar qurubdur, bunu bilirsiniz. Amma bir çox insan səhv eləyir, elə bilir ki, buranı alman əsirlər qurub. 1818-də, 19-da Rus çarlığına göndərilmiş alman mühəndislər tərəfindən bura qurulubdur. Onlar bura sürgün edilməyib, canım sizə desin. Onlar bura
qaçqın kimi gəlməyibdi. Məsələn, baxın, həmin evlərin məhəlləsidir. Görürsünüz, 1 ev, 2 ev, 3 ev, 4 ev, 5 ev deyə belə bölünür. Səliqəlidir və o qədər də maraqlıdır. Küçələr də təmizdir, maşallah. Hava qəşəkdir, tam istədiyim havalardır. Yəni gəzmək üçün əfsanə havalardır. Məsələn, 1872-ci ildən qalma bir ev və bir məhəllə. Sadəcə bir ev deyil də, evin eyvanı çölə tərəfdir. Amma içəri daxil olsaz, baxın məsələn, bura bir evdir. Daxil olursunuz, buralar isə digər evlərdir. Belə başa düşürəm ki, hamısında da fərqli ailələr yaşayır. Bəli. Salam əleykum. Neçə ildir burada yaşayırsınız? Hə? 30-40 ildir. Burada Alman qalıbdı, qalmayıbdı? Axırıncı olaraq rəhmətə gedib. Hə, o ev, hə? 2007-ci ildə deyəsən. Hə. Çox təşəkkür edirəm, çox sağ olun. Hə, elə üstündə də yazılıb, amma axırıncı Alman evi yazılmayıbdı, səhv eləmirəmsə. Yazılan məlumatlara əsasən polyak əsilli olubdur. Almanlar buradan sürgün ediləndə həmin xanım qalıbdır. Çünki polyak əsilliymiş. Belə bir məlumat. Lüteran kilsəsi haqqında məlumatlar verim sizə. 1854-cü ildə tikilibdir. Hansı ki, abidə dövlət tərəfindən də qorunur. İndi girək içəri. İçərisi bu formadadır. Bildiyim qədərilə ibadətə açıq deyil. Muzey formasındadır. 1818-ci ildə gəliblər, 1818-19-cu illərdə 3 ilə tikiblər buranı və burada əsasən yerli daşlardan istifadə olunur. Təbii ki, də o vaxt Almaniyadan durub daş gətirəsi deyirlər. Göygöl, təzə Göygöl, yeni Göygöl deyə ayıra bilərik. Biz köhnə Göygöldəyik. Yavaş-yavaş əhali artdıqca Göygöl şəhəri böyüməyə başlayır. Bu arada yuxarı çıxdığınız zaman saatın qülləsinə çıxırsınız. Əlavə olaraq da onu deyə bilərəm ki, heç nə yoxdur. Boşluqdur. Görürsünüz, boşluq. Yuxarısı taxtalarla işlənibdir. Burada köhnə şəkilləri var, onu göstərim sizə. Bu qədim bir şəkildir. Şəkil düşdü aşağı. Bu qədim bir şəkildir. Görürsünüz. 1908-ci ilə aiddir deyəsən. Bu formada qoyaq bura. Bura isə muzey kimiymiş, səhv etmirəmsə, içəridə eksponatlar var. Görürsünüz də yəqin. Divarları bu formadaymış. Bu pilləkən yox imiş. Saat qüləsinə çıxmaq üçün. Salam. Salam, siz fələngsizlər? Bəli, necəsiz? Yaxşıyıq. Biz sizi izləyirik YouTube. Təşəkkür edirəm. İndi özünüzü də izləyərsiniz. Oldu. Hələlik. Sağ ol. YouTube-a video paylaşırsınız? Bəli, bəli. Belə, həmən yanında məktəb var. Uşaqların öz arasında bir diyaloqu var da, yəni tez bir-birinə paylayırlar söhbəti. Onlar da gəlir, tanış olmaq istəyir. Burada gözəl bir parkdır. Heydər Parkı da var, qismət olsa orada gedəcəyik. Ora ayrı bir yerdə yerləşir. Küçələr belədir genel olaraq. Səliqəli, sakit, maraqlı. Tam da gəziləsi havadır. Eyvanlar çox qəşəngdir. Çox sağ olun, var olun. Sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Salam əleykum. Necəsiz? Salam əleykum. Necəsiz qaqa? Salam əleykum. Allah razı olsun. Çox sağ olun, var olun. Yorum yaz. Bir yorum yaz. Sağ ol, sağ ol. Baxın. Məhəllə belədir. Maraqlı da. İtalyanların məhəllələrinə oxşuyur. Bu evdə çox qəşəng görsənir. Ev deyil də, obyektdir böyük ehtimal və ya evdir, bilmirəm. Uzun sözün qısası, şəhər balacadır, çox böyük deyil. Gəlib qəşəng bir günə gəzə bilərsiniz. Buradan gedəcəm motorun yanına. Bir qəşəng ev var, onu göstərməyə çalışacağam. Uşaqlar da gəlir. Bu da şəhərin xəritəsidir, balaca şəhərdir, yəni çox böyük bir şəhər deyil. Biz hal-hazırda kilsənin yanındayıq, kilsə də buradır. Məktəb eyni şəkildə bunun yanıdır, bu birisi tərəf, arxa tərəfi. Bunlar da bayaqdadır, mən gələcəm. Çox sağ ol. Ehtiyatlı ol. Yavaş sürün ha. Sürətli sürməyin. Yavaş-yavaş. Tam mərkəzdə çox gözəl park var.
Çox bəyəndim, yəni Göygöl 10 üstündən 10 məncə. Gördüyüm yerlərə nəzərən. Sözün açığı mən örgəşməmişəm. Azərbaycanın digər bölgələrində belə bir binalar görürəm. Çox qəşəng deyilmi? Çox qəşəng. Baxın, yan küçədən gəldim bura. 2 küçə bu birisi tərəfə gəldim. Evləri görürsün. Salam. Nətərsən? Yaxşısan? Çox sağ. Hara getsən? Muskaniya. Hə, get. Yolunda qalma. Sağ ol. Hə, Ayca. Mən xatirə videosu. Yerləşdirəsiniz. Bəli, bəli, sağ olun. Çox mədəni danışırlar, yerləşdirəsiniz. Salam, salam, necəsən, nə var, nə? Çox sağ ol, çox sağ ol. Hə, uşaqlar, gördüyünüz kimi. Çox sağ ol. Göygöl bizi şaşırtıyor, uşaqlar. Gəzirəm bayaqdan, ağzım açıq qalıb. Yadımdan çıxır ki, bir kameranı açdı, ağzını açmaqdansa kameranı aç, ətrafı bir göstər. Belədir yəni, küçələr. Maraqlıdır. Saat da gedə biraz gec olur, artıq saat 2-dir. Hara gedəcəm buradan, qətiyyən bir bilgim yoxdur. Qismət olsa gələn ay Türkiyəyə gedəcəm. Gələn ay Türkiyədən videolar olacaq. Həmişə türk blogerlər gəlib Azərbaycanı gəzirdi. İndi bir Azərbaycanlı bloger olaraq gedib bir Türkiyəni gəzək. Görək bizi necə qarşılayacaqlar. Necə yola salacaqlar. Deyirəm mən. Çox sağ olun, var olun. Zadda. Hə, minnətdarım. Hər yerə gezi, Hindistan, Ərəbistan. Allah razı olsun. Xoş gəlibsiniz. Sağ olun, xoş gördük. Çox sağ olun, minnətdarım. Gəzməklərdə. Var olun, çox sağ olun. Haydi izləyirəm, gedibsiz, gəzibsiz. Fınla çox danışır burada. Salam aleyküm. Necəsiniz? Siz haralısınız? Rayonun Karinli yerlisi. Nə gözəl, nə gözəl. Xanlardan. Gözəl günlərin. Allah razı olsun. Mən Şirvandan. Yelendor. Bəli, bəli. Şad oldum. Hardan gəlirsən? Mən Şirvan. Ay sənə. Allah razı olsun. Onlara. Kimdir o? Onlara. Yox, mən o Şirvandan yox, Əlbaramdan gəlirəm. O, Əlbaram. Hə, Əlbaramdan. Cambul dostum idi yəni. Bilməcəm. Cambul? Tanımıram. Allah rəhmət eləsin. Yəqin yaşım çatmır mənim. Çox sağ olun, var ol. Minnətdarım, sağ ol. Cambul. Yəqin ki, ləqəb. Rayon yerinin nəyini sevirəm? Hər şey bir-birinə yaxındır. Bu da ləzzət elli bundan danışmaq. Belə göstərmək. Rayon yerinin bu şey yaxşıdır. Hər şey bir-birinə yaxındır. Baxın, Heydər Parkı. Həmən küçədən gəlirsiniz belə. Heydər Parkıdır. Burada da görürsünüz, qəşəng evlər var. Gedəcək buradan. Heydər Əliyev Parkının ərazisində Göygöl Gənclər Evi var. Heydər Əliyev Mərkəzi var. Və parkın özü var. Gördüyünüz kimi. Şirin bir parkdır. Sakitçilikdir. Qəşəngdir. Gözəldir. Orada bir çay axmalıdır. Deyim görüm o tapa bilirəm. Çay axır. Nə çay olduğunu Göygöllülər yazarlar yorumlara. Tam olaraq sizi bura gətirmək istəyirdim. Və çox təmiz hava var. Çox gözəl hava var. Tərtəmizdir. Heydər Əliyev Parkın arxasıdır bura. Rahat bir şəkildə gəlib tapa bilərsiniz. Görürsünüzmü? Əladır. Qabaqda dağlardır. Oralarda motor sürmək çox istəyirəm. Amma buralar haralara gedir? Oralardırmı? Oralar haralardır? Qardaş adınız nə idi? Adım Raul. Raul. Bəli. Raul qardaş. Bura yeraltı şəhərdir. Bəli, bəli. 2022-ci ilin noyabrında açıldı, təmizləndi. Nə boydadır məqsəd ərazisi? Şərab saxlanıcı yeri olubdu. Buyurun, gəlin. Hə. Şükür. Almanlardan qalan liftin motor hissəsini görürsünüz. 1800-lərin ortasında, yəni 1860-cı illərdə təqribən burada yaşayan Forer qardaşları şirkət açırlar, şərabçılıqla məşğul olur və Qafqazda ilk şərabçılıq müəssisəsini qururlar. Bu isə onların saxlanıc yerlərindən biri olubdu. Ümumilikdə 6-dan çox fabriklər olubdu. Bu onlardan biridir. İndi düşək aşağı baxaq. Bunlar Göygöl ərazisində olub, altısı da. Ərazisidir hal-hazırda bura. Almanlardan qalan liftin motor hissəsidir. Bu tormozlanmasıdır. Burada pedalla yükləri qaldırıb endirirdilər. Vay. Çəlləkləri və iri çəlləklər buradan, xırda çəlləklər isə bu
2 dənə lift olub burada. Bunun Burada. qurusu burada. Ehtiyatlı olmadı. Vay vay, bir şeydir bura. Ayda, bura nə sərindir belə? Ümumilikdə 1400 kvadratdır və yeraltı labirint sistemidir. Yəni giriş çıxışlar çoxdur. Bir zirzəm oradadır. Qarşıdakılar Vay vay vay. Uşaqlar, bura temperatur buzsun. soyuqdur. İl boyu eyni qalır 16 dərəcə. Qışda da, yayda da dəyişmir. İçəri çox sərindir ya, çox, həddən artıq. Bunun üçün, yəni sadəcə dərinlikdirmi, yoxsa hər hansı bir eksklüziv bir şey eləyirlərmi? Eksklüziv, çünki almanların burada xüsusi memarlıq üslubu olubdur. Havalandırma sistemi görürsüz, yuxarıdan isti hava daxil olur. Buradan isə sirkulizasiya edir, qayıdır, çıxır. Yəni içəridə daimi təmiz hava olur. Bir də soyuq temperaturda dəyişmir. Burada yaşayan almanların bu istehsal elədiyi şərabların reklamıdır. Bratni Forer, yəni Forer qardaşları, bu onların firma loqosu olubdur və istehsal elədiyi konyakın şüşəsidir. Aldıqları medallardır. Bu məsələn 1902 Grand Prix Bordeaux, Fransanın Bordeaux şəhərində aldıqları medaldır. Sonra Grand Prix Lyon 1901-ci ildə aldıqları medaldır. Sonra Paris 1889. Bunların şərabları o dönəmdə, yəni 19-cu əsrin əvvəllərində daha belə deyək də populyar idi. Buradır da, hə, bu şəkil Buranın təsvir vizual olunur. təsviri bəli buradır. Bura yeni yaradılıb 2 ildir. Mən tərəfindən və rayon icra hakimiyyətinin dəstəyi ilə burada təmizlik işləri görüldü, elektrik xətti çəkildi və turistlər üçün şərab dequstasiya zalı yaratmışıq. Sağ ol. Test üçün burada test uşaqlar şərab verirlər. Və burada da şərablar var hal-hazırda. Buranın xəritəsini Sağ hazırlamışıq. ol. Biz hal-hazırda buradayıq Aha. və biz indi Giriş birazdan oradan. 19 metrin 80 santiyə dar bir tunellə gedib digər fərqli zirzəmilərə gedib çıxacağıq. Və fikir verin, labirint formasındadır və çıxışlar, girişlər çoxdur. Ümumilikdə 1400 kvadratdır, 7 dənə tuneldən ibarətdir. Vay vay vay. Yadınızdadır, Vyetnamda getmişdim mən Çiçu tunellərinə. Onlar da elə bu üslubdaydı, amma o çox xırdaydı da, uşaqlar xırdaydı, kiçik idi. Buradan gedirik. Ən maraqlı yerimiz buradır. Buz kimidir içəri. Vay vay vay, nə qəşəngdir belə. Buranın tavan hündürlüyü 6 metrdir və rayonun ən hündür zirzəmilərindən biridir. Ümumilikdə 35 metr uzunluğu, 6 metr eni, hündürlüyü isə 6 metr təkcə buradır. Yerdə qalanlar isə döngələr var. Bunların özünə məxsus, almanların özünə məxsus memarlıq üslubundan belə yumru keçidlər var. Çox maraqlı tikiliş qaydaları olub və yerli daşlardan istifadə edirlər. Çay daşı və ağ daşdan. Bunlar isə Göygöl ətrafından çıxan çay yatağından və daş karxanasından gətirilən və əllə kəsilən Alman ustalarının baltalarla əllə kəsilib hördükləri daşdır. Və burada təsəvvür edin 1800-ün ortalarında əllə qazıblar bu qədər dərinlikdə yeri və başlayıblar bunu hörməyə. Hörən zaman ora qədər hörüblər, sonra bu deşikdən, qarşıda olan deşiyə taxta atıblar. Uzun şalban taxtalar və çıxıb üzərində lessa kimi üzərində işləyiblər, sonra sökəndə bunlar Həmin yerlər qalıbdır. Gəlin siz burada baxın. Bunun üzəri açıq havadır, üzərindən maşınlar hərəkət edir, ağac var. Ona görə də yəni çox rayon sakini bilmir ki, şəhərin altında bir dənə də şəhər var. Yəni belə böyüklükdə zirzəmilərdir. Təbii ki, əsas fəaliyyəti, təyinatı o vaxtlar şərab saxlamaq məqsədindən olub. İndi hal-hazırda boşdur. Sadəcə bunu bərpa eləmək lazımdır, təmizlik işləri görmək lazımdır. Bura çox turistikdir. Uşaqlar biz qədrin bilmirik. Gör əlimizdə nə var bizim, amma qəti istifadə eləmirik. Çay daşlarının böyüklüyünə baxın. Gətiriblər bir-bir onları. 1800-cü illərdə. At arabalarından gətirib burada başlayıblar tikməyə. Vay vay vay.
Nə maraqlı, çox maraqlıdır. Hələ də təmizlik işləri gedir deyəsən. Rayon İcra Hakimiyyəti tərəfindən daimi burada təmizlik, elektrik xəttləri tez-tez lampalar dəyişdirilir. Dəstək olurlar, sağ olsunlar.